Kasıb pulu olmayan insan deyil. Əslində kasıb olana qane olmayandır. Kasıblıq pul azlığı ilə olan bir şey deyil. Bu əslində qəlb xəstəliyidir. Sənin milyonların ola bilər, amma özünü yenə də yoxsul hiss edərsən. Çünki qonşun milyarderdir. Evin var, amma yenə də özünü yoxsul hiss edirsən. Çünki qonşunun evi daha böyükdür. Avtomobilin var, amma yenə də yoxsulsan. Çünki markası zəifdir. Kasıblıq əslində qane olmamaqdır. Yoxsulluq nəfsin aclığıdır. Sonu olmayan aclıq. Nə qədər olsa da yenə də azdır. Kifayət etmir. Daha yaxşı olsun, daha böyük olsun, daha bahalı, daha yeni. O elə bir sonsuz boşluqdur ki, onu pulla doldurmaq mümkün deyil. Zənginlik isə qani ola bilməkdir. Şükr edə bilməkdir. Əlhəmdülillah deyə bilməkdir. Əlində olanlara sevinə bilməkdir. Zənginlik gözün, nəfsin toxluğudur. Nəfsi tox insanların az da gözlərində çox görünür. Milyonları olub doymayan isə yoxsuldur. Yəni anlayacağınız, yoxsulluq cibdə, kaşelyokun ölçüsündə olan bir şey deyil.